Salam traderlar, super trend indikatoru necə istifadə edək və necə pul qazanaq görürsünüzsə, indikator sell siqnalı verir və pilləkən yaradıb burada. Düz xətt, eniş, düz xətt, eniş, düz xətt və şamlar satış zonasına yaxınlaşır. Görürsünüzsə düz xəttdir və biz trendin davamını gözləyərək, yəni eniş zonasını axtarırıq. O yüzden yeni şamdan, mütləq şəkildə yeni şamdan 2 dəqiqə aşağı $300 məbləğində əməliyyat açdıq. Bəli, 2 dəqiqə müddətində $300 əməliyyat açdıq və gözləntimiz odur ki, qiymət buradan aşağı düşəcək. Yəni indikatorun göstərdiyi zonaya yaxınlaşdı və gördünüzsə fitil, şamın fitili həmin qırmızı xəttdə dəydi və indi gözləyək əməliyyatımızın sonunu. 4, 3, 2, 1 və plus və yenidən aşağı əməliyyat açırıq. Artıq 2 qat, yenə 2 dəqiqə müddətində və $600 həcmində əməliyyat açdıq. Çünki yenə dediyim kimi biz burada düz xəttdən sonra eniş. Əvvəl necə olubsa, bax görürsünüzsə, o enişi gözləyirik. Əməliyyatın sonunu gözləyək. 4, 3, 2 və plus və yenidən aşağı əməliyyat açdıq yeni şamdan. Çünki bizim fikrimiz yalnız və yalnız aşağıdır. Ancaq aşağı əməliyyat açırıq. Bu əməliyyat mənfi ilə nəticələnsə martingale unutmuruq, istifadə edəcəyik. 4, 3, 2, 1 və plus ehtiyac olmadı. Yenidən əməliyyat açırıq. Yenə 1 dəqiqə müddətində. Dediyim kimi pilləkən gözləyirik, eniş gözləyirik. Qiymət satış zonasındadır. Super trend indikatorun göstəricisine görə bu əməliyyat mənfi ilə nəticələnsə yeni şamdan 2 qat əməliyyat açacaq və 2 qat əməliyyat açdıq yenə 1 dəqiqə müddətində aşağı. Fikir verdinizsə qısa bir qrafikin bu hissəsində 2 dəqiqə, 3 dəqiqə ərzində artıq nə qədər pul qazanmışıq. Əməliyyatın sonunu gözləyək. Dediyim kimi eniş gözləyirik. Pilləkən, yəni eniş gözləyirik. 4, 3, 2, 1 və plus. Bəli dostlar, super trend indikatoru ilə əməliyyat etdik. Bu indikatoru necə istifadə etmək olar? Satış və alış zonalarını göstərir. Hər kəsə uğurlar və bol qazançlar dostlar.